Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Qat-qat xəmir hazırlamışam. Çox gözəldir xəmir alınıb. Hazırlama qaydasına keçək. Əvvəlcə bir qaba 6 stəkan un əlavə edirəm. Bizim burada stəkanımız xrustal stəkanda 200 qramlıq stəkandır. 6 stəkan unu əlavə elədikdən sonra onun üzərindən biraz da duz əlavə edirəm. Duz biraz deyəndə, yəni yarım çay qaşığı qədər duzunu əlavə edirəm. 250 qram yağla unumuzu umaç hazırlayacağım. Burada yağ soyuducudan çıxıb bıçaqla doğrayıram ki, rahat olsun mənim üçün umaç hazırlamaq. Amma daha rahatı əziz xanımlar buzxanadan çıxmış yağ olanda o elə bilirəm biraz da rahat olur. Sürtkəcdən keçirirsən onu umac eləmək daha rahat olur da. Yağı tez undan həll eləmək olur. Amma belə də çətin deyil, söz yox. Yağı tam una yedirdirəm və umac hazır olur. Xəmiri yoğurmaq üçün suyunu hazırlayaq. 6 yumurtanın sarısıdır burada. Üzərinə 1 stəkan soyuq su əlavə edirəm. Burada su çox soyuqdur, yəni buz kimi sudur, belə deyək. Daha sonra üzərindən 6 xörək qaşığı da sirkə əlavə edirəm. Burada istifadə elədiyim sirkə üzüm sirkəsidir. Yəni tam rahat yadda qalsın deyə deyim ki, deməli hər bir stəkana 1 stəkan una 1 ədəd yumurtanın sarısı, 1 xörək qaşığı da sirkə gedir. 6 stəkan unumuz var idi burada. Yağla umac eləyəndən sonra 6 yumurtanın sarısı, 1 stəkan su, 6 xörək qaşığı da sirkə. Xəmiri yoğururam. Burada Napolyon xəmiri kimi lazım deyil də, yəni deyim ki, bir yerə toparlayaq, bəs eləyir xəmiri, elə olmaz. Normal qaydada xəmiri yoğurmaq lazımdır. Şəkərbura necə döymə xəmiri var, onu xəmir yoğururuq. Həmən xəmir kimi normal xəmirimizi yoğuraq. Burada xəmir, yumşaq xəmir alınmır. Biraz sərt xəmir alınır. Belə də olmalıdır. Çünki ara qatlarını yayıb yağlayanda xəmir get-gedə özünü tutacaq, yəni yumşaqlığını saxlayacaq da. İndi biraz xəmir sərtdir. Çox da gözəl, heç yağlanmamış xəmirimiz demək olar burada qat-qatdır. Bu döymə xəmirdir də. 4 hissəyə bölürəm. Siz istəsəniz bunu tərəzi ilə də eləyə bilərsiniz. Yəni toplam xəmiri tərəziyə qoyub neçə kilo gələrsə, neçə qram gələrsə onu 4 hissəyə bölüb eyni boyda kündəyə alındırmaq üçün deyirəm. Ayıra bilərsiniz. Kündələrə ayırıram və salafana qoyub soyuducuda gözlədirəm. Ardasa bir 20 dəqiqə zat xəmir dincəlsin. Xəmir dincələndən sonra bir-bir yuxaları yayıb yağlayacağım. Bizim burada yağımız 500 qramdır. Yəni 2 paçka yağ var, 250 qramlıq yağ. Onları da hərəsini 2 yerə bölmüşəm. 2 paçka yağı deməli eləmişəm 4 dənə qusuq. Yəni hər bir qusuqu 125 qramdır. Hər bir kündəyə də 125 qram yağ gedəcək. Yağımız burada otaq temperaturunda olmalıdır, yumşaq olmalıdır. Bax gördüyünüz kimi elə bil ki, yağ o qədər yumşaqdır ki, elə bil kremdir. Belə olanda yuxanın arasına rahat çəkmək olur. Eyni bərabərlikdə yağı çəkirəm. Yəni bir tərəfi çox, bir tərəfi az olmasın. Bu qaydada çəkdikdən sonra yuxanı qatlayıram. Burada diqqət edin, gördüyünüz nə formada qatlayıram. Həmən formada da qatlamaq lazımdır. Söz yox, başqa o bir yuxalarda fərqli qatlayacağım. Deməli 2 yuxanı bu formada qatlayıram. Amma yerdə qalan o bir 2 yuxanı da biraz fərqli formada qatlayıram. Orada məqsədim odur ki, yəni sizə göstərirəm ki, fərqli formada qatlasam da problem deyil. Yəni bizə onsuz da qat-qat xəmir lazımdır da. Həmən qat-qat xəmiri biz əldə etmiş olacaq da. Ona görə həm o cür qatlamaq, həm bu cür qatlamaq fərqi yoxdur. Əsas odur ki, həm səliqəli yuxa yayılsın, yağı çəkilsin, eyni bərabər ölçüdə çəkilsin yağı. Yağ, yenə deyirəm, otaq temperaturunda olsun, biraz möhkəm olsa yağı rahat çəkmək olmaz, topa-topa yağ qalar. Bax, diqqət edin, burada da fərqli formada qatladım. O üzün bu üzün qatlayıb, sonra üz-üzə gətirdim qatları və yenidən 4 qat bir-birinin üstündən qatladım.
Xəmiri yağlayıb qatlayandan sonra yuxaya yenidən bunu soyuducuya qoymaq lazımdır. Bu üçüncü formadır, qatlama forması. Burada üz-üzə gətirəndən sonra böyür tərəflərini yenə üz-üzə gətirib və kitab formasında bir də qatlayıram. Mənim burada 4 dənə kündəm var idi. Deməli, hər bir kündəni, 2 kündəni daha doğrusu eyni qatladım formasını, amma yerdə qalan 2 kündəni isə hərəsini ayrı-ayrı formada qatladım. İndi xanımlarımız sizə hansı rahat gəlirsə, hansı qatlama, nə formada qatlama sizə rahat gəlirsə, həmən formada qatlaya bilərsiniz. Mən burada 3 forma göstərdim qatlama formasını. Bütün yağları 4 qusuq yağ, 4 kündə yaydım, yağlarını çəkdim və qoydum soyuducuya. Yarım saat qaldı. Daha sonra təzədən çıxardıram, yuxanı burada yayıram. Diqqət edin, burada yuxanı yayanda yağ bərkiyib, ona görə biraz əzə-əzə xəmiri yayıram. Ona görə ki, birdən-birə möhkəm yaysam, xəmirdə yırtılma, cırılma olacaq, yağı çıxacaq, həm oxluya yaxılacaq, səliqəsizlik olacaq, həm də qatlarımız bir-birinə keçəcək, yaxşı alınmayacaq. Ona görə ehtiyatla əvvəl xəmiri əzə-əzə əzmək lazımdır, daha sonra xəmir normal, rahat açılır. Bir də qatlayıram, burada yağ çəkmirəm. Yayandan sonra qatlayıram, gördüyünüz formada yenidən soyuducuya qoyacam ki, yarım saatlıq. İndi eyni qatlama formasını deyirəm, indi xanımlarımız ola bilər çaş-baş qalar. Bir dəfəlik onu deyim ki, deməli mən burada kündəni neynədim? Əvvəlcə xəmiri kündələdim, 4 kündə ayırdım. Hər bir kündəyə 125 qram yağ istifadə elədim yayanda. İlk yaymada yağı çəkdim. Qatladım, qoydum soyuducuya. Bütün 4-ünü də. Ondan sonra təzədən soyuducudan çıxardanda yağ çəkmədim heç birinə. 3 dəfə yaydım, qatladım. Gördüyünüz qaydada qoydum soyuducuya. Çıxartdım, yenə yaydım, qatladım, qoydum soyuducuya. Yəni 3 dəfə bu formada elədim. Bir dəfə də yağ çəkmə forması. Beləliklə toplamda 4 dəfə yayma oldu məndə. 4 dəfə yayıb qatlama oldu. İlk yaymamızda yağ çəkdim. Yerdə qalan 3 yaymasında isə yağsız yayıb qatladım. Biraz elə bir uzun danışdım. İstəyirəm daha dəqiq başa düşəsiniz, daha dəqiq sizin yadınızda qalsın ona görə. Biraz baş ağrıdıcı kimi ola bilər. Elə bil çox eyni sözü dedim, amma özümü elə hiss edirəm ki, eyni sözü çox dedim. Amma yəqin ki, başa sala bildim. Özdə xəmiri əvvəl yayanda ki, yağlamaq üçün, onda xəmirin kənarları yuxanı yumru fason olur. Kənarları biraz rahat oturmur. Ondan sonra soyuducudan çıxardanda ki, yağlanmış kvadrat formasında yayanda. Elə yayın ki, kvadrat formasını itirməsin ki, kənarlar da rahat üst-üstə düşə bilsin. Gördüyünüz qaydada. Xəmirimiz hazır olur. Çox gözəl xəmirdir həqiqətən. Yəni çox bəyənirəm mən bu xəmiri. Demək olar tez-tez hazırlayıram bundan şirniyyatlar. Həm içlikli, həm içi olmadan formalı doğrayıram, elə yayıram bunu. Üzünü pesok batırıb yığıram, sobada bişirirəm. Peçeniya kimi çox dadlı olur. İnşallah siz də hazırlayarsınız. Yəni bunu inanmıram kimsə bəyənməsin bu cür xəmiri. Hətta mən bu belə xəmirin içərisinə bir də görürsünüz paxlava içi artıq qalır və yaxud şəkərbara içi artıq qalır. Belə xəmirin içərisinə mən içlik qoyuram rulet formasında. Bişirirəm, sonra üzərinə şəkər pudrası əliyirəm. Dadlı da şirniyyat alınır. İnşallah ki bəyəndiniz. Siz də hazırlayarsınız. Buzluqda istənilən qədər saxlamaq olar. Bərəkətli də xəmir alınır. Çox da gözəl qatlar alınıb. Əgər bəyəndinizsə kanalıma abunə olub dəstək olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.